Salamlar, saygılar əziz dostlar. Sazın müqəddəmatı dərsləri not üzü ilə amuzişinə başlayıram. Əvvəl cələsəmizdir. Bu cələsələrdə səy olunacaq ki, həm məbahisi teori musiqini öyrəşək, həm əməlisin ki, bu teoriləri nə cür sazın üstündə icra eləyək. Əvvəl cələsəmizdə iki bölümdən şamil olacaq. Bir məbahisi teori ki, bir də məbahisi əməli. Məbahisi teorisi şamili bu qismətlər olacaq. Əsli notları mərif eləyəcək xidmətçi, xututi hamili, kilidi solu, xututi mizanı, noti do və noti siyahı əz nəzər zamanı, xətti kəsri ya mizannəma ya ritmi mərif eləyəcəyik, zaman bəndiyi notları mərif eləyəcəyik. Bir də ki, o do, re, mi, fa bu notları ki, öyrəşəcəyik təriqi neviştarisin, solfejində əncam verəcək bu mərhələdə. Və axırda ki, 3 dənə təmrinimiz vardı. O təmrinlərin solfejini əncam verəcək. Və amma mərhələyi bədidə, yəni 2-ci bölümdə ki, əməli qismətidir. Üçün sazı sifridən başlayırıq öyrəşməyin. Sazı mərif eləyəcəyik, neçə qismətdir. Sazın kasasını mərif eləyəcək, dəstəsi, pərdələri, aşıqların, tərzi girəftəni, mizrabı nəcür tuturuq. Və kökün bir balaca tozih verəcəyik. Əlamətهای mizrab və ənquşt notların üstündə tozih veriləcək və o notların təriqi icrasını sazda tozih verəcəyik. Axırda 3 növ təmrinimiz ki vardı bu cələsədə, onların təriqi icrasını sazda tozih verəcəyik. İndi əvvəl mərhələni başlayaq, teori qismətin, notların mərifsin. Həman tor ki bilirsiniz, müqəddəmətən ərz eləyim ki, hər dildə